Salam əzizləyicilər, xoş gördük hər birinizi. Mən Ağabəyli Səməddin. Bugün sizə sertifikasiya imtahanı verəcəm müəllimlər üçün növbəti sınavımızı təqdim edirik və bu sınavlara mütləq şəkildə diqqətli şəkildə işləyin ki, imtahanda da qarşınıza çıxanda bu sual tiplərindən rahat formada yaza biləsiniz. Daha çox, ilk imtahan Naxçıvan müəllimlər imtahanı olacağına görə bu videolar onlar üçün daha da faydalıdır. Təbii ki, digər MİQ və sertifikasiya imtahanı verən müəllimlər də bu videolardan faydalana bilərlər. Aşağıdakı diaqramda mağazada olan 48 kiloqram meyvə barədə məlumatlar qeyd olunmuşdur. Almanın kütləsi xurmanın kütləsindən neçə qram azdır? Baxın, almanın kütləsi mavi rəngdə olandır və mavi rəngdə olanın neçə faiz olduğu yazılmayıb. Buna görə mən digərlərini 47, 6 və 15-i toplayıram. Bunları toplamaqla mən digər, faizlərin cəmi nə qədər olduğunu tapmış olacağam. Bunlar birlikdə 68 faizdir, düzdür? Biz də bilirik ki, diaqram 100 faizdir, bütövdür. 100 faizdən 68 faizi çıxıram, yerdə qalır 32 faiz. Yəni, bu mavi 32 faizdir. İndi mavi almanı göstərir və alma 32 faizdir. Deyir, almanın kütləsi xurmanın kütləsindən neçə qram azdır? Ümumi 48 kiloqramdır. Ümumi 48 kiloqramın sonunda məndə qramla istədiyinə görə əvvəldən qrama çevirəm. 4800 qram. Almanın kütləsi 32 faizdir. Alma mavi olduğuna görə burada da mavi olana baxıram. 48.000'i vuracağım 32'ye. 48.000 vurulsun 32 bölünsün 100. Elədi 15.360. Düzdür? Bu oldu bizim almanın kütləsi. Xurmanın kütləsi isə sarı rəngdə olandır. Narıncı yox, sarı yəni 47 faiz olan. 48.000'in 47 faizini tapıram. Yəni bunu 47'ye vurub 100'e bölürəm. 48.000 vurulsun 47 bölünsün 100 neçədir? 22.560 eləmiş oldu. İndi bunları gəl bir-birindən çıxar. Almanın kütləsi xurmanın kütləsindən neçə qram azdır? 22.560 çıxılsın 15.360. Nə qədərdir? 7.200 qram eləmiş oldu. Doğru cavabımız oldu E variantı. 7.200 qrama bərabər. İkinci sual. Göldə sürəti 18.5 km olan kater 4 saat göldə 2,4 saat çayın axını ilə və 1,6 saat axına qarşı hərəkət edərək cəmi 152,4 km yol gedib. Buna əsasən çayın sürətini tapın. Baxın, katerin sürəti 18,5-dir. Bu bizim katerimiz 18,5. 4 saat göldə gedib. Deməli 18,5-i vuracam 4-ə. Görüm göldə neçə kilometr yol gedib. 18,5 vur 4 elədi 74 kilometr. 2,4 saat çayın axını ilə. Deməli 18,5 katerin göldəki sürətidir. Üstə gəl. Çayın sürətini bilmirəm. Ç yazdım. Vurulsun 2,4 saat axını ilə. Vurulsun 2,4. Mən indi bunların hamısını toplamalı olacağım da. Göldəki yol 74'dür. Üstə gəl. Axın ilə yol 18,5. Üstə gəl çay vurulsun 2,4'dür. Bu oldu axını ilə yol. Üstə gəlsin axına qarşı yol 18,5 çıxılsın çay vurulsun 1,6'dır. Bu axına qarşı yoldur və bərabərdir 152,4. Sadəcə hesablama tələb edir. Belə suallardan qorxmayın. Bunlar vaxt aparsa da cavabı tapıla bilən suallardır. 2,4'ü vuracam 18,5'ə. Eləcək 44,4. Üstə gəl 2,4 çay üstə gəl. 1,6'nı vuracam 18,5'ə. 29,6 eləyəcək. Və çıxılsın 1,6 çay bərabərdir 152,4. 152,4. İndi burada hesablama aparaq. 2,4 çaydan 1,6 çayı çıxacam. 2,4 çıxılsın 1,6 eləyir. 0,8 çay bərabərdir 152,4. Çıxılsın 29,6, çıxılsın 44,4, çıxılsın 74. Buradan da 0,8 çay bərabərdir. 152,4 çıxılsın 29,6, çıxılsın 44,4, çıxılsın 74. Neçədir? 4,4 elədi. Çay da bərabər 4,4'ü 0,8'ə böləndə 5,5 alınmış olur. Bəli, biraz vaxt aparan sualdır. Çünki onluq kəsirli bir kater məsələsidir. Amma bu sualın axırına çıxmaq olur və sual çətin deyil. Sadəcə və sadəcə vaxt aparan tiplərdən sayılır. Keçək 3-cü sualımıza. X ədədini 13'ə böldükdə. Yazıram X-i 13'ə böldükdə natamam qismətdə Y. Qalıqda isə alına biləcək qalıqların ən böyüdür.
Qalıqda isə alına biləcək qalıqların ən böyüyü bilirsiniz ki 12-dir. Çünki ədədi 13-ə böləndə ən böyük qalıq 12 ola bilər. X bərabər 13 vurulsun Y üstəgəl 12. Yəni mən bölünəni tapmaq üçün böləni qismətə vurub üzərinə qalığı gələcəm. 13Y üstəgəl 12 bərabərdir X. B variantı bizim doğru cavabımızdır. Baxırıq 4-cü sualımıza. Ayaqqabı mağazasında 3 üstəgəl 1 aksiyası keçirilir. Bir ayaqqabının qiyməti 12 manat 50 qəpikdirsə, kassaya 80 manat ödəniş edən alıcı ən çox nə qədər ayaqqabı əldə etmiş olacaq? Aksiyadan kənar ayaqqabı almağa icazə yoxdur. Aksiyadan kənar ayaqqabı almağa icazə yoxdur nə deməkdir? Yəni ancaq sən 3 ayaqqabı ala bilərsən ki, bir dənə də hədiyyə verilsin. Məsələn, pulum çatır, olarmı bir dənə tək ayaqqabı alım? Olmaz. Olarmı 2 ayaqqabı alım? Olmaz. Sən mütləq ya 3 ayaqqabı almalısan, ya da ayaqqabı almamalısan. İndi biz ayaqqabının birinin 12 manat 50 qəpik olduğunu biliriksə, 12.50-ni vuracağıq 3-ə. Tapacağım ki, mən hər 3 ayaqqabı almaq üçün 37 manat 50 qəpik pul verməliyəm. Deməli, mən 37 manat 50 qəpik pul verirəm, 3 ayaqqabı alıram, biri hədiyyə olur. Pulum varmı? 80 manat var. Bir dənə də 37 manat 50 qəpiklik, çünki bundan başqa çarəm yoxdur, ancaq aksiyanı ala bilərəm. 3 dənə ayaqqabı alıram, bir dənəsi də hədiyyə olur. Daha mənim yenidən 37 manat 50 qəpiyə pulum çatmır. Çünki mənim pulum 80 manatdır. Yenə 37-50 manat etsəm bu 80-i keçir. Müəllim tək-tək ayaqqabı ala bilərəmmi? Olmaz. Çünki aksiyadan kənar ayaqqabı almağa icazə yoxdur. 2 dəfə aksiyadan ayaqqabı alıram, 3 ayaqqabı alıram, biri hədiyyə, 3 alıram, biri hədiyyə və cəmi 4, 4, 8 nə olur? Ayaqqabı olmuş olur. D variantı 8 bizim doğru cavabımızdır. 5-ci sual. Aralarındakı məsafə 1798 km olan A və B məntəqələrindən eyni anda sürətləri 81 və 74 olan iki avtomobil qarşı-qarşıya hərəkət etməyə başladı. Hərəkətə başladıqdan 7 saat sonra onlar arasındakı məsafə neçə kilometr olar? Baxın, biri 81-dir, biri 74-dür. Qarşı-qarşıya hərəkət edərkən sürətlər mütləq toplanmalıdır. 81 ilə 74 topladım və zamana vurulmalıdır. 81 üstəgəl 74 vurulsun 7. Elədir 1085. Ümumi yolumuz nə qədərdir? 1798-dir. Bunun deməli 1085-i gediləndən sonra arada nə qədər yol qalacaq? 1700 təbii ki 98-dən 1085-i çıxacam. 713 kilometr yol qalmış olacaq. 6-cı suala keçmədən əvvəl xatırladım ki 055 527 2599 WhatsApp nömrəsinə yazaraq siz də sınaqlardan, suallardan bizim dərs qruplarımızdan yararlanaraq imtahanda nəticənizi yüksəldə bilərsiniz. Sahəsi 196 olan bağın 1/4 hissəsi meyvə ağacları əkildi. Kvadrat şəkildə həmin hissəni çəpərə almaq üçün neçə metr məftildən istifadə olunur? 196-nın 1/4-i nə qədər eləyir? Əvvəlcə buna baxıram. 196-nı bölürəm 4-ə, eləyir 49. Düzdür? Baxın, bizim 49 kvadrat metrli bir sahəmiz var. 49 kvadrat metrli sahənin tərəfləri nə qədərdir? 7-dir də. 7-ni 7-yə vuraram ki, 49 olsun. İndi bunun ətrafına məftil çəkməliyəm. Məftil də bunun perimetridir də, düzdür? 4 vurulsun 7, 28 metr bizim perimetrimizdir. D variantı bizim cavabımızdır. 7-ci sual. Bir maşında 48 sentiner, o birində bunun 3-dəki hissəsi qədər kartof var. Deməli, bir maşında 48 sentiner var. İkinci maşında isə 48-in 3-dəki hissəsi. 48-i böləcəm 3-ə 16, vuracam 2-yə 32 sentiner kartof var. Hər gün 8 kartof satmaqla 2 maşındakı kartofu neçə günə satmaq olar? Toplayıram 48 üstəgəl 32, 0 yazdım 1 yadda 80. 80 sentiner kartofu hər dəfə 8 sentiner satmaqla neçə günə satmaq olar? A variantı 10 günə satmaq olar. A bizim cavabımızdır. 8. Bir hovuz 1440 litr su tutur. Boş hovuz 45 dəqiqə ərzində 2 krandan axan su ilə doldu. Birinci krandan dəqiqədə 14 litr su axarsa, ikinci krandan hovuza dəqiqədə neçə litr su axar? Baxın, boş hovuz 45 dəqiqə ərzində 2 krandan axan su ilə dolur. İndi 45 dəqiqə ərzində birinci krandan hər dəqiqədə 14 litr su axırsa, 45 dəqiqədə birinci krandan nə qədər su axır? 630 litr. 1440 litrin 630 litrini əgər birinci krandan axıdırlarsa, yerdə neçə litr qalır? 810 litr qalır. Bəs bu 810 litri digər kran neçə dəqiqəyə axıtmış olur? 45 dəqiqəyə. Çünki hər biri sadəcə 45 dəqiqə işləyib. Mən də 810-u 45-ə bölürəm görüm, ikinci kran dəqiqədə neçə litr su axıtmış olur? A variantı 18 litr su axıtmış olur.
Nəzərinizə çatdırım ki, bu gün izah etdiyim bütün suallar əvvəlki illərin sertifikasiya imtahanının suallarıdır. Və bu tipli suallardan faydalanmaq üçün videomuzu bəyənin, paylaşın və kanalımıza abunə olun ki, siz də bizim videolarımızdan vaxtından xəbərdar olasınız. Rəylərdə də öz xoş sözlərinizi bildirərək bizə motivasiya ola bilərsiniz. Üçbucağın birinci bucağı 93 dərəcədir, əla. İkinci bucaq düz bucağın 3də 1-i, yəni 90 dərəcənin 3də 1 hissəsidir. 90-ın 3də 1-i 30 dərəcə eləyir. İkinci bucaq 30 dərəcədir. Üçüncü bucağı tapın. 93 üstəgəl 30 elədi. Deməli 93 üstəgəl 30 elədi 123 dərəcə. Ümumi 180 dərəcədən çıxacağım 123 dərəcəni. Eləyəcək 57 dərəcə. Deməli bura oldu 57 dərəcə A variantına bərabər. 10-cu sualımız şəkildəki böyük çevrənin radiusu 12 desimetrdir. Böyük çevrə 12 desimetr, yəni 120 santimetrdir. Kiçik çevrənin radiusu 10 santimetrdir. Kiçik 10 santimetrdir. AC xəttinin uzunluğunu tapın. AC xəttinin uzunluğu 130 santimetrdir. Baxın, birini desimetrlə verib 12 desimetr. Birini isə santimetrlə verib. Toplayanda santimetrə çevirib topladım. Çünki cavabı məndən variantlarda santimetrlə istəyir. Bu da eləyir 130 santimetrə bərabər. D variantı bizim doğru cavabımızdır. Videonun rəy bölməsinə neçə suala doğru cavab verdiyinizi qeyd edin. Videomuzu bəyənin, paylaşın və kanalımıza abunə deyilsə abunə olub bildirişləri açmağı unutmayın. Hansı mövzudan suallar istəyirsinizsə videonun rəy bölməsinə mütləq qeyd edin. Sağ olun, növbəti video dərsdə görüşərik. Hələlik.